Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox ləzzətli, çox gözəl, yəni lavaş hazırlamaq üçün hazırladığımız meyvə mətlərindən belə gözəl şəkildə konfetlər hazırlayacağam. Yəni ki, bəzən olur ki, insan şirin bir konfetlə çay içmək istəmir. Belə turşularla da çay içməyin başqa bir ləzzəti var. Keçək hazırlanma qaydasına. Bizə əlbəttə ki, meyvə lazım olacaqdır. Mən bugün meşə alçasından hazırlayacağam. Alçaları təmizləyib, daha sonra axar suyun altında təmiz suyu çıxana qədər yuyub, böyük qazanın içərisinə töküb, üzərinə azacıq su əlavə edib, odun üzərinə qoyub bişirirəm. Suyu çox əlavə etmək lazım deyil, çünki alça çox yetişib. Su əlavə etsəz də, odun üzərində bişirəndə, yəni sizə əziyyət verəcək çox su əlavə etsəz. Daha sonra gördünüz tam əzilir, bunu aş süzəndən keçiririk. Baxın, belə gözəl məti çıxır. Bu gözəl məti yenidən odun üzərinə qoyuruq və bunu da bu cəcək sayılır, elə deyilir, yəni tumu, onları da atırıq. Çıxan suyunu qazana tökürük və odun üzərinə qoyub bişiririk. Tez-tez qarışdırırıq ki, dibi çalmasın. Qazanın altının, yəni odunu daha da yüksək vermirik ki, kənarları da yəni yanıb, turşumuzun qoxusu dəyişməsin. Artıq mənim turşum hazırdır. İçərisinə duz əlavə edirəm. Bir də şəkər tozu əlavə edirik. Nəyə görə şəkər tozu əlavə edirik? Onun içərisində turşməzə bir dad var. Onu öldürməsi üçün mütləq şəkər tozu əlavə etməliyik. Artıq hazırdır. Mən bunu soba listinin içərisinə yağlı kağız sərirəm. Çünki yağlı kağızda qurutmaq və daha sonra onu çıxartmaq bizim üçün daha asandır. Yağlı kağızın üzərinə tökdükdən sonra bu vəziyyətdə biraz çevirirəm və hər yerinə yayılır. Bunu günəşin altında, ancaq açıq havada deyil, mən burada şüşəbənddə, yəni şüşənin altında qurutmuşam. Bu ikincilər isə qırmızı alçadan, almadan, meyvədən hazırladığım lavaşalardır. Yəni bu turşuları bütün meyvələrdən hazırlamaq olur. Gördüyünüz bu lavaşaları bütün yəni qırmızı alçadan, almadan, necə deyim, moruqdan, gavalıdan, göyəmdən, yəni bütün meyvələrin qarışımından hazırlamışam. Artıq bunu gördüyünüz kimi quruyub, necə də asan şəkildə yağlı kağızdan soyulub çıxdığını da sizə göstərirəm. Baxın, görün nə qədər gözəl lavaşana alınıbdır. Bu gördükləriniz isə silikon belə qəliblərdə hazırlamışam. Yəni hazır olmuş turşuları bu qəliblərə tökürəm. Baxın, necə gözəl butalar, ulduz şəkilli, gül şəkilli gözəl turşular alınıbdır. Bu turşular da məsələn bəzən insan şirin şokoladla, konfetlə çay içmək istəmir. Bu çox ləzzətli turşudur. İçərisinə də qurudarkən kişniş toxumu əlavə etmişəm. Yəni ləzzətli bir turşudur. Hətta belə ürək şəklində də hazırlamışam. Bu da balaca uşaqları bu şəkildə sevindirmək üçün gözəl bir üsuldur. Yəni bu turşunu 7-dən 77-yə hər kəsin sevdiyini bilirəm. Bu silikon qablardakı çox, necə deyim, gözəl bir üsuldur. Həm asan çıxır, həm də yuyulması da çox asan olur qabların. Hardasa günəşin altında 20-25 günə quruyur. Bu qabdakini 3-4 gün əvvəl hazırlamışam. Quruduqca, yəni meyvənin məti düşür qabın dibinə. Daha gözəl, yəni dolu şəkildə olması üçün üzərinə kişniş toxumu əlavə edib yenidən bu turşu ilə doldururam. Təzədən qoyuram, yəni yenidən qoyuram, qurusun. Bunlar da sadə şəkildə hazırladığım lavaşalardır.
çox dadlı olur. Bunu bütün meyvələrin qarışımından hazırlamışam. Daha da ləzzətli lavaşalarımızın daha da ləzzətli, gözəl olması üçün üzərinə belə kişniş toxumu əlavə edib rulet şəklində bükürəm. Mən bu meyvələri məsələn süfrədə, yəni meyvə qabında xarab olan alma, şəftəli, ərik, gilas, gilanar, onlar xarab olmasın deyin, təmizləyib buzluqda saxlayıram. Çoxlu yığıldıqdan sonra qazanda töküb bişirib, daha sonra belə lavaşana çəkirəm. Yəni belə yağlı kağızın üzərinə çəkirəm. Baxın, bu quruyub belə şəkildə, yəni rulet şəklində büküb, kişniş toxumu səpib, rulet şəklində büküb, daha sonra üzərinə istərsə kişniş toxumu, istərsə çörək otu, istərsə küncüt əlavə edib, belə rulet şəklində büküb, daha sonra doğrayıb süfrənizdə servis edə bilərsiniz. Yəni çayların yanında çox gözəl bir təamdır. Yəni siz bunları hazırlayıb qonaqlı süfrələrinizdə də servis edə bilərsiniz. Mən birinin içərisinə küncüt, birinin içərisinə çörək otu, birinin içərisinə kişniş toxumu əlavə edib rulet şəklində büküb bu şəkildə doğradım. Sonda hazırladığım bu meyvə mətlərindən gözəl bir tabaq ortaya çıxdı. Sizlər də hazırlayın, dadın, öz gözəl yorumlarınızı da bildirməyi unutmayın. Hazırlayıb dadan hər kəsə indidən nuş olsun deyirəm.